Hörmətli tamaşaçılar, axşamınız xeyir olsun. Həmişə kimi dinləyicilər yəni sizə salamları. Həftə ərzində baş vermiş cinayətlərlə bağlı sizi tanış edəcəyik. Belə ki, baş vermiş hadisə ilə bağlı, Beyləqan Azərbaycanda baş vermiş hadisə ilə bağlı Mercedes markalı maşınla Bazı 36 maşının markalı maşın top qaçmış və hadisə nəticəsində bir nəfər dünyası dəyişmiş, 3 nəfər isə xəsarət almışdır. Həftənin ən sensasiyon nəticəsi cinayətlə bağlı sizi tanış edirik. Belə ki, Beyləqan rayon Daşkəndə cinayət baş verilir. Bu cinayətlə bağlı istədik ki, Beyləqan rayon prokuroru Kərimov Abdulladan ətraflı müsahibə götürək. Rayon prokuroru istədik ki, bu hadisə ilə bağlı ətraflı məlumat verəsiniz. Hadisə Beyləqan rayon 1-ci Aşqırı kəndində baş vermiş. Baş vermiş cinayət torpaqla bağlı iki qonşu arasında intriqa olmuş. İntriqa nəticəsində Qasımlı Elşad Elşanoğlu öz həmkətlisi Məmmədov Əli-Söhbət Qulamoğlu'na müstəhalətlə soyuq silahla qətlə yetirmiş. Dərhal tərəfimizdən axtarış edilmişdir. Axtarış nəticəsində cinayətkar ələ keçirilmiş və Azərbaycan Respublikasının 131.2 maddəsi ilə dərhal cinayətçi açılmışdır və tərəfimizdən tədbirlər görülür. Hörmətli tamaşaçılar, bu hadisə ilə bağlı ətraflı istintaq çəkişini sizə təqdim edirik. Sizin aranızda nə baş vermiş ki, bu cinayət törətməyə vadir etdiniz? Baş edəcək. Bizim aramızda olur ki, mən bu adama dəfələrlə demişəm. Dəfələrlə bildirmişəm ki, mail içməsin. O mənə çox ilik. Mənim yerimi otarıq, suyumu kəsir. Mən ona çox demişəm. Mən o dəyisi doğramalı yox, onu pis günə qoymalıydım mən. Xahiş edirəm, onu saçdəşdirin. Mən onu Biz onu nələ qətlə edirsiniz? Hayayla öldürmüşəm. Haya göstərə bilərsiniz? Bəli. Onu xahiş edirəm, bizə göstərək. Göstərin, hə? Budur. Siz onu necə qətlə edirsiniz? Hansı nahiyələrdən ona zərbələr endirmişsiniz? Göstərin. Hansı nahiyələrdən? Ben onu başından vurmuşam, bu hissəsindən. Birinci bu hissəsindən vurmuşam. Çatırışı. Sonra necə? Çatırışı təpəsinin ortasından Sonra vurmuşam. necə vurmuşsunuz onu? Sonra da bax, bel kürəyindən vurmuşam. Sonra da o yıxılıb yerə. Yerdə də üstündə bıçaq nahiyələrdə görmüşük. bəli, onu bıçaqla da vurmuşam. Sağ göstərə bilərsiniz bizə? Göstərərəm. Onu göstərin bizə. Siz ona neçə bıçaq zərbəsi endirmişsiniz? 30 bıçaq vurmuşam buna. Hansı nahiyələrdən vurmuşsunuz siz onu? Göstərim də. Göstərin onu. Mən onu ən birinci payayla vurup yıkmışam yerə. Sonra? Düyünə əmin olundan sonra bax, ürəyinə vurmuşam beləsinə. Sonra yıxılmış vəziyyətdən də başını kəsmişəm buradan. Bax, bu başını belə kəsdim. Sonra qolunu kəsdim, sol qolun. Sonra sağ qolun. Ondan sonra qıfsasının birini kəsdim. Sonra ortadan böldüm onu. Böldüm, yığdım bir yerə. Sonra yığdım müşoğa. Aparıb turladım o kanala. Hansı kanala tullanmışsınız? Qarabağ kanalına turlamışam mən. Qarabağ kanalı. Beyzi, Bəli. xahiş edirəm, göstərər beyzi. Mahnı. Onun hansı qılsa, birinci hansı qılsasından vurdunuz bıçağı? Birinci sol qılsasını kəsmişəm. Sol qılsasın. Sonra hansı qoluna başlamışsınız? Sonra sağ qolundan kəsmişəm, bax. Sağ qolum buradan kəsdim beləsinə. Sonra sol qolum. Sonra bu qılsası kəsdim, sağ qılsasını. Sonra harasına doğradınız? Sonra başladım, dizim buradan pörtələdim. Bax buradan, bu tuşdan. Bu tuşdan. Sonra da bax buradan budundan doğradım. Qarın nahiyəsinə neçə bıçaq endirmişsiniz? Qarın ayı 25 dənə. Və 5 bıçaq hazır endirmişsiniz sonra. Benim başını kəsmişəm. Qalanında ürəyindən. Ürəyindən. Bəli.
Bu qədər Daşın cinayətlər və cinayət təkilini bəzi işlərdən uzaq durun. Sağ olun, gələcək görüşərik.